Bu məclisdə bizim ən hörmətli ağsaqqalımız, mənim dostum Sabir müəllim kitabını təqdimatlıdır. Daha doğrusu kitabının doğum gününə deyim, ad gününə yığışmışım. Böyük ağa mənim təşkilatçılığı. Mən istəyirdim bir iki kəlmə deyəm bu Sabir müəllimə. Əvvəla deyirlər ki, müəllimi üzünə təriflə, dostu arxada, övladı heç vaxt. Mən dost kimi yox, dostum da həqiqətən də dost kimi münasibət məsələn. Onda bir müəllim ki, xoş sözlər deyə bilərəm də bu günləri. Sabir müəllim doğrudan əqidəli insandır. Həmi daxilən saf adamdır. İnsanlarla münasibətdə səmimi olur. Gözəl ailə başçısı olduğu kimi gözəl də qələmi var. Əqidə sahibi də bu adamın yolu. Ne yaxşı ki, bunun yazdığı tənqidlər üzünə şiarətləmiyor. Maşallah elə sevgi kimi görükür üzünə. Yox, sevgi şeirlərində var, onları alıb qoyuram. Var, o da. O. Sevgi qodarmış ki. Mən bu Sabir müəllimin 60 illik yubileyində iştirak eləmişəm evlərində. Oturmuşum, bir məclis oldu və mən orada ona həsr etdiyim bir şeir vardı. Elə ürəyimdən gələn kitabda çap olunub. Bugün fürsətdir ki, belə gündə yazılıb 2007-ci ildə. 2007-ci ildə. Müəllim, şair dostum Sabirin 60 illik yubileyinə. Ömrün mənalı çağına çatdın. Mübarək bu yaşın, mübarək ey dost. Dən düşən saçına qaşını qatdın, çatdın. Dən düşən o saçın mübarək ey dost. Yaş var həsrətdir ağ saçdan ötürü. Ağ saç yuqarındır başında ey dost. Səndə şair ömrü, müəllim ömrü, yaşayır saçında, yaşında ey dost. Tanrı uzun ömür bəxş etsin sənə, şad günlər həmişə qonağın olsun. Qoy kölgə düşməsin ömür gününə, övladlar gözünə çırağın olsun. Sevgi ilə döyünsün sinəndə ürək, hər insan yaşarır əməlləri ilə. Öyrət müəllim tək, yarat şair tək, elində fəxr etsin ey dost səninlə. Onların ayağı Sağ olun, təşəkkür edirik. Bir də bir icazə verin bir şey deyim mən burada, yadıma bilsin. Sırağa günləri, mən deməsəm bunu olmaz, bizim hörmətli Ramiz Musar şairinin deməli Facebook'da paylaşdığı bir şekil vardı və rəhmətli Zəlimxan Yaqubun deməli Ayşının məclisində qonağına şəkil vermişdi və orada onun ədəbiyyat qəzetində çıxışını vermişdi qəzetdə. Olmuşdu burada iştirak eləmişdim. Baxmışsınız da ona? İştirak eləmişdim. Mən istəyirdim ki, bax o həmin o orada Allah rəhmət eləsin Zəlimxan Yaqub şairlərin adlarını çəkilib, onların şeirlərini çap edilib. Orada bizim hörmətli Telman Səlabətin də bir şeirindən bir iki bətdir, mənim şeirimdən də. Və orada bir söz işlətdi ki, dedi ki, bu Haşimov Qubanı işğal edib, o qədər şairlər orada belə geniş çıxış elədilər. Və istəyirdim mən orada bir şeirindən birinci bəndi deyən kimi, onu yaz ver mənə. Allah rəhmət eləsin. Onu yaz ver mənə, belə çox belə şey. Onu istəyirdim bu şeiri deyəm sizə. Bu şeir də həsr olunub, bilirsiniz. Deməli 2007-ci ildə bilirsiniz də Qarabağda hadisələr baş vermişdi, orada cinayətkar bandanın dəstləri orada. Qarını çıxarın dağına. Mən getdim orada Qarabulağa gedəndə gördüm ki, Qarabulaq sözünü yazmışlar dağ. Amma qaranı, bulağı köçür kəsib atıblar, yoxdur bulaq sözü. Amma qara söz qalmışdı, böyük hərflərlə dağın başında. Mən getdim orada qəbirləri gördüm, evin gördüm orada. Neysə, o qara sözü mənə çox təsir elədi dağın başında. Mən ona belə bir şeir yazdım. Qaranı ayırıb bulaq sözündən, qara söz əkdilər dağ sinəsinə. Tanrını unudub şeytan sözü ilə dağların çəkdilər dağ sinəsinə. Qara fikirlərin qara niyyəti, qaraldır dağların qar oylaqların, necə də çirkinmiş canı xisləti, tapdanır vüqarı ulu dağların. Dağlar dözə bilməz qəlbi yadlara,
Dağlar dözə bilməz qəlbi yadlara, dağların dağ səbri dağılacaqdır. Qara fikirlərə, yad adamlara silkinib başından daş yağacaqdır. Qara buludundan lisan tökəcək, qara ləkələri yuyulacaqdır, ulu babaların ruhu güləcək, qayıdıb dağlarda uyuyacaqdır. Dağlar Oğuzların kökü adıdır, Tanrı daşla yazıb torpaq üstünə, dağlar bu vətənin daş bayrağıdır. Diz çök, ətəyindən öt dönə-dönə. Çox sağ olun.